Salam, sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördüm, əziz izləyicilərim. Bu günləri piraşki hazırlayacağım. Dedim elə çəkim sizlərlə də paylaşım. Bir kanalımda da bir video olar. Mən əvvəlcədən piraşkinin yəni mayasını tuturam. Qoyun mayası dinlənsin, başlayaq. Piraşkimizi bişirək. Bir qaşıq maya götürmüşəm. Bir qaşıq un. Bir çay qaşığı da şəkər tozu götürmüşəm. Yarım armudu stəkanı da ılıq su. Qoyun mayası biraz dinlənsin, maya özünə gəlsin. Ondan sonra başlayaq piraşkimizi hazırlayaq. Yəni bu dəfə fərqli bir reseptlə edəcəm. Sadəcə fərqli resept deyəndə bunun içərisinə yumurta vuracağam. Amma başqa vaxt edirdim evdə sadə bir yəni reseptlə un, biraz yağ, duru yağ, bir də ki yəni maya. Amma indi bu dəfə yəni içərisinə yumurta vuracağam. Görək necə alınır. Mən də birinci dəfədir yumurtalı hazırlayıram. Yəni heç hazırlamamışdım. Həmişə necə əvvəlki yəni bildiyimiz piraşki reseptindən hazırlayırdım. İndi dedim ki, bu dəfə bir başqa reseptlə hazırlayım. YouTube'dan götürmüşdüm. Evimin səliqəsi Natavan xanımın yəni YouTube'undan götürmüşdüm. Onun kanalından. Çox gözəl, yəni onun yeməkləri çox gözəl olur, şirniyyatları. Hər zaman onu izləyirəm, baxıram. O xanımın belə deyim, həm evinin səliqəliyi, həm düşsü çox gözəldir, çox səliqəli bir xanımdır. Onu hər zaman da izləyirəm. Elə dedim ki, bir dəfə də həmin reseptlə sınayım görüm necə alınır. Baxdım ki, çox yaxşı alınır. Adi undur, biraz duz götürdüm. Stəkanın başı yarım da duru yağ, bir ədəd də yumurta. Gördüyünüz kimi aparana qədər 2 stəkan götürmüşəm. Yəni apardığı qədərində də su edəcəm. Çünki yəni baxır unun həcmindən asılıdır. Bəzən elə olur ki, unlar belə deyim, yəni suyu çox aparır. Bəzən elə olur ki, suyu az aparır. Ona görə də 2 stəkan yanıma su qoymuşam. Yəni apardığı qədərində su tökəcəm. Ilıq su bildiyimiz kimi yaxşı yoğurum. Yəni bizim evdə piraşkini çox sevirlər. Uşaqlar tez-tez yəni istəyirlər, mən də bişirirəm. Düzdür, bu əslində piraşki qışın daha çox yəni qışda daha çox yeyilir. Ona görə də tez-tez hazırlayıram. Amma hər zaman çöldə hazırlayırdım. İndi bu aralar hava soyuqdur, küləkli olduğu üçün çöldə bizim örtülü yerimiz olmadığı üçün məcburam içəridə hazırlayam. Mən də heç sevmirəm bu qızartma kimi bir şeyləri evdə hazırlamağı. Amma məcbur olursan adam bişirir. Mən sevmirəm. Nə qədər istər-istəməz iyi qoxu, düzdür, balıq qədər iyi qoxu olmasa da belə, amma istər-istəməz evdə iyi var, iyi olur. Ona görə də çalışdığım qədərində çöldə bişirməyə çalışıram. Amma indi çöldə edə bilmədim. Dedim, uşaqlar da istədilər ki, yox bişir. Bişirdim, içəridə etdim. Yaxşıca xəmirini yoğurdum, qızlar. Yəni yumşaq bir xəmir yəni hazırlayıram. Bildiyimiz kimi piraşkinin xəmiri nə qədər yumşaq olsa, o qədər də piraşki yaxşı çıxır, yaxşı köpməyi də yaxşı olur. Əsas odur ki, mayası yaxşı olsun. Belə deyim, piraşkinin xəmiri özünü yaxşı tutsun. Əsas odur ki, yaxşı tutsun, yaxşı gəlsin, yaxşı da olanda yaxşı da piraşki çıxır. Həm iç olur, həm də ki, yəni özünün köpməsi də yaxşı olur, içi linç qalmır. Ona görə də yaxşı yoğurmaq lazımdır, yaxşı da acımağını gözləmək lazımdır ki, yaxşı acısın. Mən bacardığım qədər evdə tez-tez hazırlayıram, çünki uşaqlar sevir. Yəni çöldə, bayırda alınan piraşkiləri sevmirəm. Uşaqları da yəni bir sıra onlardan uzaq tuturam ki, yəni çöldə aldığımızın
belə deyim qızlar, necə hazırlandığı məlum deyil. Yəni yağ, adi yağlardan götürək. Onlar 5 litrlik yağı bir qaba tökürlər, elə olur 1 ay işlədirlər, elə olur yarım ay işlədirlər, elə heç yarım ayda işlətməsələr 10 gün o yağda bişirirlər. Yəni eyni yağda bildiyimiz kimi eyni yağda da daimi bişirmək xərçə xəstəliyi yaradır, müəyyən xəstəliklər yaradır, mədədə yaralar yaradır. Ona görə də çalışdığım qədər çöldə bişirilən demək olar ki, yeməklərdən uşaqları uzaq tuturam ki, uşaqlardan yəni uzaq olsun. Evdə hazırlayım, nə istəyirlər evdə bişirim ki, uşaqlar yəni çöl yeməklərini çox yeməsinlər. Düzdür, indi məktəbdə, bufetlərdə, yəni yol qıraqlarında çox bişirirlər. Düzdür, deyirlər ki, təmizlik, belə təmiz bişiririk, yağımızı tez-tez dəyişirik. Amma nə qədər deyilsə də, nə qədər yəni inandırıcı olsa da, o qədər də mənə görə inandırıcı deyil. Ona görə də çalışdığım qədər evdə hazırlayıram. Adi əvvəllər belə deyim qızlar, dönəri özüm də sevirdim, uşaqlar da sevirdi. Amma bu Monqol ətləri gələndən indi eşitdiyimə görə həmən o yəni dondurulmuş ətlər gələndən deyirlər ki, çox vaxt dönərə də ondan vururlar. Yəni restoranlar da ondan istifadə edir. Amma bilirdim, əvvəldən də bilirdim ki, dönərin zərərli tərəflərini, yəni ət o qədər bilmirsən ki, təmiz ət olduğunu, amma bu aralarda bu ətlər gələndən vəbşə yəni heç istəmirəm ki, yəni çöldən, bayırdan evə yəni o yeməklər gəlsin. Özümüz də çöldə, bayırda oturub yemək yeməyək çalışdığım qədər. Özüm bilmirəm, bəlkə də səhv düşünürəm, amma özümü yəni təsəvvür eləyə bilmirəm. Bəzən yadıma düşəndə ki, yəni o yeməkləri almışıq, yemişik. Ona görə mən heç cürə təsəvvür eləyə bilmirəm. Xəmiri yoğurdum, qoydum acmağa. 4 ədəd belə kartoşka götürmüşəm. İri kartoşka. Kartoşkaları soyacam, doğrayıb bişirəcəm. Mən sevmirəm kartoşkanı, yəni qabıqlı bişirib sonra soymaq. Nə qədər yusaq da, nə qədər təmiz yusa da istər-istəməz o qabığında yəni mikrob deyim qalır, tam təmiz olmur. Amma belə də düzdür, ziyanlı da olsa, nişastası getsə də belə, amma bilirsən ki, təmiz yəni soyulub, yuyulur, təmiz doğranılıb, yəni bişiririk. Ona görə elə hər zaman da belə edirəm. Uşaqlar da, yəni bizim evdə uşaqlar piraşkinin içərisinə soğan sevmirlər, nə göy, nə soğan. Ona görə də vurmayacağım. Sadəcə kartoşkanı bişirib, sonra əzib, duz, istiot, biraz da sarı kök vuracağım. Başqa heç bir yəni göy soğan vurmuram. Soğanı da mənim özüm də sevmirəm. Tək uşaqlar belə yox. Elə bilirəm ki, yağ soğanda ellənən piraşkidən elə bir ki, yemək hissi gəlir. Mənə elə elə ki, kartoşka pürəsi, piraşkinin içində kartoşka pürəsi yeyilir. Onu hiss eləyirəm. Ona görə də heç vaxt vurmuram, sevmirəm. Elə özüm də elə uşaqlıqdan anam da elə bişirməyib, elə bu qaydada bişirib. Mən də elə bu formada görmüşəm. Yəni kartoşkanın içərisinə soğan vurmamaq, göy vurmamaq. Çünki biz sevmirdik deyən elə hər zaman anam da vurmurdu. Elə də uşaqlarım gəldi, yəni sevmədilər. Elə mən də istifadə etmirəm. Sizlər necə? Sizlər necə bişirirsiniz? Mənim üçün maraqlı olar. Yenə deyirəm, fikirləriniz, yorumlarınız. Yorumlarda mən hər birinizi gözləyirəm ki, maraqlı olar ki, siz nə formada bişirirsiniz. Bəlkə hansısa bir, düzdür, belə baxırıq ki, demək olar ki, piraşkilərin hamısının resepti eynidir. Amma yəni yağda bişən piraşkilərin indi biraz kimsə yəni yumurta qata bilər, nəsə bir fərqli, biraz qatıq qatan var, yəni edən var. Mən qatıqla da etmişəm. Qatıqla elə bir ki, mənə elə gəlir ki, xırtıltılı olur. Xırtıltılı olanda da o qədər də sevmirəm. Yəni piraşkini yumşaq halında sevirəm. Ona görə də yəni
bacardığım qədər həmişə dədə-babadan necə hazırlamışıq, o formada hazırlayıram. Sadəcə indi dedim ki, görüm bunu da sınayım. Əgər yaxşı olarsa da hər zaman belə edərəm. Kartuşkalarım bişdi. Duzunu da tökəcəm. Düzdür, orada da tökmüşdüm. Əvvəlcə də tökmüşdüm bişəndə. Amma az olanda burada da əlavə edirəm. Duzunu, istiotunu, sarı kökünü vuracam. Qoyacam qırağa. Kündələrimi kündəliyim. Sonra başlayaq bişirək qızlar. Yenə deyirəm. Mən öyrətmək məqsədi ilə bu videoları çəkmirəm. Sadəcə yəni özüm üçün evdə bişirirəm. İstəyirəm kanalımda da bu çəkdiyim videolar olsun. Yəni kanalımda da bir vlog halında olsun. Amma mən deyərəm ki, mənim özüm bəzən elə olur ki, YouTube-da baxıram hansısa bir kanala, hansısa bir xanımlarımızın kanalına, yəni sırf yemək öyrətmək üçün yox. Adi kanalda məsələn xanımlarımız bişirir, evdə bişirmə, düşmə edəndə hardasa mənim maraq çəkirsə də, hardasa nəyisə baxıram, öyrənirəm, mən də sınayıram. Əgər yaxşı olursa da başlayıram, yəni bişirdiyim yeməklərin içərisinə o yeməyi qatıram ki, seviriksə, uşaqlar sevirsə də, özüm sevirəmsə də, yəni başlayıram bişirməyə. Yəni razı qalıramsa. Yox, sevmirəmsə də elə heç bişirmirəm. Yəni bir dəfə prob üçün bişirirəm, baxıram, görürəm yaxşıdır və yaxud da yəni bişirməyə dəyər, yoxsa dəyməz. Yenə dediyim kimi mən yəni öyrətmək məqsədindən çəkmirəm. Sadəcə bir vlog kimi çəkdim. Sadəcə yəni istədim sizlərlə də bölüşüm. Xamurum gördüyünüz kimi yaxşı gəlmişdi. Mən hər zaman üzərindən belə basıram, havasını çıxardıram ki, istər-istəməz mayanın iyisi dadı gəlir. Ona görə də yəni o havasını alıram. Ondan sonra başlayıram kündələrimi tutmağa. Əvvəlcədən kündələrimi yanıma tuturam, içərisini də kartuşka ilə doldurandan sonra rahat ondan sonra yanıma aparıram ki, bir də hər dəfə anırı qazın yanından o tərəfə get, bu tərəfə get. Ona görə istəmirəm. Rahat əlimin altında olanda rahat da yəni bir dəfəlik elə götürürəm, tez yağ qızanda tez-tez bişirib yığıram ora. Elə mənə rahat gəlir. Yəni həm də ki o bişirən müddət ərzində bişib qutarana kimi onun kündəsi də gəlir. Daha da belə deyim, xəmir özünə gəlir, şişir, daha gözəl olur. Sinini də yaxşı yağlayıram. Yağ da yəni taxtanın üzərinə tökmüşəm. Sinini də yaxşı yağlayıram ki, tez yəni yapışmasın siniyə, rahat olsun. Yapışanda belə deyim, kündənin forması itir. Ona görə də elə hər ikisini də yağlayıram. Əlimin altında rahat olsun. Rahat da kündələyəcəm. İçərisində doldurub elə rahat bişirərəm. Yəni rahat, mənə elə rahat olar. Çünki adam 2 nəfərlə olanda bəzən elə olur ki, evdə köməyi olanda biri oradan hazırlayır, biri tez bazar bişirir. İndi təkəm. Ona görə özüm rahat olmaq üçün, özümə rahat halda gəlmək üçün tez hamısını hazırlayıb yanıma yığıram, ondan sonra bişirirəm. Sizlər necə? Sizlər də yəni çöl, bayır yeməklərinə üstünlük verirsinizmi? Deyirsiniz ki, yəni maddiyyata bağlayır və yaxud da ki, yəni köhnə fikirlidir. Necə deyim, adam niyə çöldə oturmur, yeyilmir. İndi bu dəqiqə yəni ev yeməkləri, qazan yeməkləri belə çöldə bişirilir. Yəni hazır sifariş verib gətirə bilirik. Yəni hər şey nə istəsək, yəni çöldə sifariş verib evə gətirə bilərik. Demək olar ki, mən indi baxıram, deyirəm ki, indiki gənclərimiz düzdür, hər şey edir. Deyirsiniz ki, yəni özün də elə yaşlı deyilsən, niyə elə fikirləşirsən? Sadəcə mən hər zaman özüm süfrəni özüm açmağı, yeməyi özüm bişirməyi, öz əlimdən, hamısı öz əlimdən çıxmağını sevirəm. Yəni sevə-sevə də bişirirəm. Amma indiki gənclərimizə belə baxanda daha hasaddır. Adi bir qonağın, belə deyim, bir 10-15 qonağı yola salacaq. Yəni sifarişi verirlər,
gətirir, qapıya çatdırır. Onlar da tez bazar süfrəni hazırlayırlar. O da olur bunların yəni qonaq qarşılamağı. Amma mən elə sevmirəm. Düzdür, əziyyət də olsa, yəni vaxt aparsa da, əziyyətli bir iş olsa da özüm sevirəm. Sevə-sevə də özüm bişirməyi sevirəm ki, özüm bişirim. Qonaqlarımın qarşısına da özüm öz əllərimin əziyyətindən, yəni o yeməkləri onların qarşısına çıxardım. Nəinki qonaqlarıma, elə evdə də, öz ailəmə də bişirəndə özüm yəni sevə-sevə edirəm ki, qoy bilirəm ki, nə bişirirəm, nə yəni içərisinə nə qatıram. Bilirəm ki, sağlamlığımızı, yəni ən azından demirəm, indi bu dəqiqə yəni adi yediyimiz qidaların hamısı heç sağlamlığımızı qorumuruq. Yəni hər yağ belə olsun, o adi aldığımız hava belə heç yəni ziyanlıdır. Amma yenə də müəyyən qədərində ən azından gözləyirəm ki, yaxşı olsun. Evdə yedim, hər bir təmizliyə fikir verim ki, hə bu yəni bişirdiyim nədir? Adi belə məsələn kətə olsun. Bilmirik, satın alma kətələri özümüz evdə göyün neçə dəfə gətiririk, yuyuruq, el olur sirkəli suya da qoyuruq, suyu çəkilir, dönürük, bir də yuyuruq. Əvvəlcə məsələn tam suyu çəkilənən kimi, indi yəni buradan alınan göylər yəni qum tökülür. Nə qədər yuyursan, nə qədər aş düzəndə yuyursan, üstündən su keçirdirsən, elə qabı qaldırırsan ki, bütün qumdur. Belə bilmirik ki, onlar necə yuyurlar. Onlar da vaxt gedir. Tez bazar istəyirlər ki, işləri irəli getməkdən ötəri tez-tez hazırlasınlar, bişirsinlər ki, yəni çatdırsınlar. Heç mənə elə gəlir, heç düzəməli yumurlar da. Bəlkə də təmiz yerlər var. Mən səhv düşünürəm. Amma mənə elə gəlir ki, çöldə bişən yemək o qədər də təmiz olmur. Bəlkə də səhv düşünürəm. Əgər səhv düşünürəmsə də rəylərdə fikirlərinizi gözləyirəm. Mənim üçün maraqlı olar. Belə hazırladım. Xəmirləri yanıma yığdım. Yağımı qoymuşam, yaxşı qızdı. İndi isə başlayıram bişirməyə. Belə qızlar, mən bişirdim, hazırladım. Çox gözəl də çıxdı, yumuşaq. İçi də iç. Çox gözəl də oldu, razı qaldım. Yəni bu reseptlə də çox yaxşıdır. Yəni eləməyə dəyər. İstəsəniz siz də edə bilərsiniz. Mənim çox xoşuma gəldi. Gördüyünüz kimi içi də bişib. Tərtəmiz. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər əziz izləyicilərim.